O qaldığımız yerdən davam edirik hal-hazırda yenə. Məsəl üçün dediyim kimi 20-ci element kalsiyumda göstərdik. 21-ci element məsəl skandium üçün yazsaq, yenə 1s2 2p6 3s2 3p6 3 dənə əvvəl saxlayıb 4s-i doldururuq. 2 nə qədər elədik? 20 dənə, bir dənə çatmır. O bir dənə görürsünüz icazə verilir ki, bəli, S-dən sonra D də olsun. Bəli, bəli. Və buradan həmin nəticəyə gəlmək olar ki, əgər D yarım səviyyəsi tamamlanmayıbsa, deməli bu əlavə yarım qrup elementidir. Əlavə yarım qrup elementidir. Deməli, dövri sistemi keçəndə biz bunu daha yaxşı öyrənəcəyik. Metallar əsas yarım qrup, əlavə yarım qrup metallar olur. Metalların əlavə yarım qrup metal olmasını hardan biz bilirik? D yarım səviyyəsi tamamlanmayıbsa, deməli o əlavə yarım qrup elementidir. Bunun da tam elektron formulu necə olacaq? 1s2, 2s2, 2p6, 3s2, 3p6, 3d1, 4s2. Yaxşı. Qısa elektron formulu necə olacaq bunun? 3 nöqtə. Bəli, sonuncu energetik səviyyədən əvvəlki səviyyənin yarım səviyyəsi tamamlanmayıbsa, biz onu nə edirik? Göstəririk. 3d1, 4s2. Yaxşı. Və qısa elektron formunda olan elektronlar, valent elektronlardır bu arada. Məsəl üçün N7, fosfor götürək. Bir dənə fosfordan da yazaq. Bəli, ikinci dövr elementlərindən yazmışdıq. Mesela 15. 1s2, 2s2, 2p6, 2p6, gəlir 3s2 və mən burada biraz çox çəkdim. Hesab edirəm. 3 dənə energetik səviyyə çəkməliyim. 1, 2, 3, 4, 5. Burada da çox çəkmişəm energetik səviyyəni. Burada bu gəlib bura düşüb. Bax, bu bunundur. Elə bir ki, 3-cü energetik səviyyənin yarım səviyyələridir bunlar. Bunun üçün də burada çəkmişəm deyə təzədən fikir verməyib yenə çəkmişəm. Bəli. Burada da yenə belə bunu biraz məncə bu tərəfdə çəksəm yaxşı olar. Biraz buranda. 3s2, 3p3 olacaq. Nəyə görə? Çünki 15 verildi. 2, 2, 4, 6, 10, 2, 12, 3, 15. Və tam elektron quruluşu oldu 1s2, 2s2, 2p6, 3s2, 3p3. Elektron formulu təbii ki, sonuncu səviyyənin, energetik səviyyənin yarım səviyyələrini göstərməyinə yazılır. 3s2, 3p3. Və biz qısa elektron formulu əlimizdə olmaqla nə deyə bilərik? Təbii ki, qısa elektron formulunda elektronların sayına görə biz valent elektron deyə bilərik. Deməli, bu elementin valent elektronların sayı neçədir? 5. Neçədir? 5. Bundan başqa biz nə deyə bilərik? Element yerləşir 5-ci qrupda. Element neçənci qrupda yerləşir? 5-ci qrupda yerləşir. Bundan başqa nə məlumat deyə bilərik? Elementin maksimal oksidaşma dərəcəsi, maksimum oksidaşma dərəcə o demək ki, yəni element ən çoxu 5 elektron verə bilir. Maksimal oksidləşmə dərəcəsi, yəni verə biləcəyi maksimum elektron sayı 5-ə bərabərdir. Yəni biz qısa elektron formulundakı elektronların sayına görə görün nə qədər məlumat deyə bilərik. Müsbət 5-dir. Bundan başqa, qısa elektron formulunda ən son S-in qarşısındakı rəqəm elementin yerləşdiyi dövrün nömrəsini göstərir. Nəyə göstərir? Dövrün nömrəsi. Deməli, bu element dövri sistem cədvəlində neçənci dövrdə yerləşir? 3-cü dövrdə yerləşir. Və bundan başqa biz bir də onu deyə bilərik ki, bu element əsas yarım qrup elementidir, yoxsa əlavə yarım qrup elementidir. Biz nə demişdik? Dedik ki, bəli, əgər qısa elektron formulunu nəzərə salsaq, görək ki, D tamamlanmadığına görə bu əlavə yarım qrupdur. Amma burada isə D yoxdur. Ümumiyyətlə elektron formulunda D yoxdursa, D-də elektron yoxdursa, o 100% əsas yarım qrupdur. Nədir? Əsas yarım. Məsəl üçün, ola bilər ki, uşaq sual verəcək ki, müəllim, ola bilərmi D olsun, həm də əsas yarım qrup olsun. Olur belə hallar, təbii ki. Biz, məsəl üçün, gəlirik 23-cü element, məsəl üçün, sonra gəlirik 24-cü element,
Məsələn, xromsa gəlir 25-ci element, manqan gəlir 26-cı element, dəmir gəlir 27-ci element, kobalt məsələn 28-ci element, məsələn nikel. Bunlar necə yazacaq? Da bir də energetik səviyyələri çəkməkdə elə ardıcıl yazaq. 1S2, 2S2, 2P6. Sən üstlərini hesablayırsan ki, 23-ü keçməsin. 3S2, 3P6, 4S2, 3D3. Razısan? Bəli, bəli. Elektron formulda necə olacaq? Qısa elektron formulu çox rahat. 3D3, 4S2. Həm bunun əmsalı kiçikdir. Ona görə bu birinci yazılır. Dövrün nömrəsi bu 3-cü enerjik səviyyənin yarım səviyyəsi olduğuna görə birinci kiçik enerjik səviyyənin yarım səviyyəsini yazırlar, sonra böyük yazırlar. Baxmayaraq ki, bu ondan birinci dolu, amma yazanda elə yazılır. Burada necə olacaq? 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D4 olmalıydı ki, elektron uçurumu var. Üstünə ulduz qoyuram. Və bunu sən evdə baxanda bir daha sən maraqlı gələcək ki, dərsdə də doğrudan bunu mən belə dedim. Müəllim dedi ki, xeyr, düz deyil. Bəli. Buradan bir elektron keçir bura. Elektron uçurumu var. 24-cü elementdə, bir də 29-cu elementdə. 24-də və 29-da. Çünki bundan sonrakıların elektron orbitalda yer olsun deyə də elektron uçurumu burada baş verir. Və burada da biz bunu yazarkən necə olmalıdır əslində bunun elektron konfigurasiyası? 4s1, 3d5. Necə olacaq? 3d5, 4s1. Həqiqətən də 5, 1, 6. Deməli 6-cı qrupun elementi. Vanadium belə baxanda asanla bilmək olur ki, 5-ci qrupun elementi. Ən son S-in qarşısındakı rəqəm 4-dür, yəni 4-cü dövrdə yerləşir. Bunları rahat demək olar. İndi manqansında 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D5. Görürsən, necə rahat getdi. Ki, gəlib o şeyə tamamlansın. Yoxsa bundan başlasaydı, o birində yer olmayacaqdı özündən sonrakılar. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D6. Burada çox vaxt bir də bir bicliyi var. Bunu götürürsən, buraya yazırsan. Belə bir məntiq var. Bəli, bəli. İkinci rəqəm D-nin üstündə olur. 27-də 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D7. Təbii ki, qısa elektron formulunu istəsələr 4S2, 3D7. 4S2, 3D5, daha doğrusu 3D6, 4S2 birinci dengeli. 3D5, 4S2. 3D5, 4S2. Burada necə olacaq? 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D8. Yaxşı. 29-cu Gəldi, çıxdıq, bəli, 29 mis. Elektron uçurumu var təbii ki. Öz qaydamızla davam edək. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Normalda 4S2 nə yazmaq istəyirsən? 3D9 yazmaq istəyirsən. Amma burada da elektron uçurumu var. 4S1, 3D10. Belə bir ki, normalda 4S2, 3D9 yazmalısan, amma elektron uçurumu yadda saxlayın. 2 element daha var. Biri 24, biri 29-cu element. Burada elektron formulu necə olacaq? 3D10, 4S1. Tamamlandı da o şeydə. Niyə tamamlanmır? Tamamlanır. Tamamlanmıyor. Hə. Tamamlanmayanlar yazın. Bu yox. İndi məsələn 30-cu element gəlir sink. 1S2, 2S2, 2P6, 3S2, 3P6. Hə, sən qısa elektron formulunda desən niyə göstərirlər? Hə, qısa elektron formulunda əslində qalsa biz bunu yazmasaq, kaliumda 19 idi axı. Orada da sonu nə ilə bitmişdi? 4S1 ilə. Sən təklif edirsən ki, müəllim, hə, onu bilməyəcəksən. Ona görə yaxşı olar ki, burada olmayanda, bir də ki, tam olanda yazsaq, açıq-aşkar kaliumdan bunu nə edə bilərsən? Fərqləndirə bilərsən. 3P6, 3S2, 3P6, 4S2, 3D10. Hə, yadında saxla. Artıq bu elektron konfigurasiyasında biz deyə bilirik ki, bu əsas yarı qrup elementidir.
Bu əsas yarımqrup, bu isə əlavə yarımqrup. İndi deyəcəksən ki, müəllim, əlavə yarımqrup ona görə deyildik ki, D tamamlanmayanda. Bəs burada D tamamlanıb axı. Niyə deyilik? Əslində D tamamlanmayıb yenə də. Deyim nəyə görə? Çünki normalda necə olmalıydı bu? 3D 9, 4S2. Amma bu necə olub? 3D 10, 4S1. Çünki S-dən bu S-in elektronu da gəlib bura keçib. Tamamlanma deyil, uçurumdur. Amma çinkdə tamamlandı. 3D 10, İşte 14. 4S. Bunda həqiqətən də, yəni S-dən gəlməyib. Normal qayda ilə dolub. Ona görə biz deyirik ki, bu əsas yarımqrup. Çox əsas yarımqrup elementlərinə A yarımqrup elementləridirlər, AB yarımqrup elementlərinə isə nə deyirlər? B yarımqrup elementləri deyirlər. Məsəl üçün, bizə belə bir tapşırıq var. Deyilir ki, məsəl üçün güvəndə deyirlər, 32-ci sual. Deyir ki, X3 müsbət ionunun qısa elektron formulu 3D10, 4S2-dir. Bu arada sənə bir şey deyim. Məsəl üçün, mən dəmir 26, bir də yazıram ki, dəmir 26, məsəl üçün 2 müsbət və yaxud dəmir yazıram 26, 3 müsbət. Burada mənim necə olacaq? Normalda bilirsiniz necə olur? Normalda bunun qısa elektron formulu nə idi? Yuxarıda yazmışam da 3D6, 4S2 idi, düzdürmü? Burada bu nə baş verir burada? Elektron çıxıb da, elektron verib deməkdir. Elektron verəndə bəs müəllim hardan çıxır elektronlar? Yadınızı saxlayın, ən sondan başlayır elektronlar çıxır. Yəni sonuncu elektrik səviyyə burada hansıdır? 4S. Deməli, sən 2 elektronu hardan verəcəksən? Buradan verəcəksən. Onda bunun elektron quruluşu necə olacaq? 3D6 sadəcə olaraq 4S0. Və elektron quruluşu necə olacaq dəmirin? 3D6. İyonun 26 dəmir 2 müsbətin. Elektron necə olacaq? 3D6. Çünki 4S-dən 2 elektron gedirsə, qalır 4S0. Da yazmağın mənası yox. Bəs 3-də nə olsa necə olacaq müəllim? Məsəl üçün, bundan 3 elektron çıxsa, ikisi buradan gedəcək, biri də buradan gedəcək. Onda necə olacaq? 3D5. Yaxşı. İndi birini verirəm, sonra bu suala keçəcək təbii ki. Sən deyəcəksən. Məsəl üçün, deyirəm ki, mangan, mangan 25, 3D5, 4S2. Məsəl üçün, deyirəm ki, mangan 4 müsbət. Necə olar elektron formu? Hani orada 3 2 buradan getdi. 3'e kaldı. Niyə? 4 dənə getməlidir. 4 elektron verib. Sonuncunu sildin, İşte. atdın. 2 dənəsi də getməlidir də buradan siləcəksən. Nə qalacaq buradan? 3D. 5. Niyə 5? Qardaş, Bir kaldı. niyə 1 qalır? 4 elektron deyil. İkisini bunu apardı. Yerdə qalan bunun 2 elektronu da buradan çıxsan. Burada nə qalır? Niyə ikincisine başa düşmədim? Çin'e göre değil. 4 elektron verir. Sənə deyirəm ki, buradan 4 elektron çıx. Bu 5'dir, bu da 2'dir. 7, 3. 3'də 3 qaldı. Ver. 10 soruşur. O 5 gördü. Bəli, 4 dənə verirsə 3'də 3. Məsəl üçün indi yazdım, bana belə yazdım. Bu indi 3 elektron verəndən sonra bu 3'də 10, 4S2 olur. Düzdürmü? Verəndən sonra. 1S2, 2S2, 2P6, 3S2, 3P6, 4S2, 3D10, 4P. Elə bir ki, bura qədər yazdım da. Bu nöqtələr bilsən nədir? Bax, budur nöqtələr. Başa düşdün? Sənin nöqtələri doldurdum. Bax, bunu yazdım. Bu da sənə deyir ki, 3 elektron verəndən sonra belə qalıb. Bu qalıb, düzdürmü? Yəni, ən rahat nədir? Mən sənə deyim ki, X atomun valent elektronlarını deyir hesabla. Sən belə düşün ki, bu 3 elektron verəndən sonra 3D10, 4S2 qalıb. Yəni, bunu bura yazsam, onda nə çatmır? Bundan sonra nə gəlir? 4P gəlmir. 4P, bu 3 dənə yazacaqsan bunun üstünə də. Düzdürmü? Tamamlansın. Və tamamlansın ki, olsun. Bir tane de 5S. Yox, yazmaya tez olur. 4P3 yazsam, deməli, bunun elektron formu necə olacaq? 3D, 10, 4-cü elektrik səviyyənin yarım səviyyələrini yazarkən 4S2, 4P3. Deməli,
qısa elektron formulu bu olduğuna görə burada valent elektronlar neçə olacaq? 5. 5 olacaq. Bir də bunu başqa cürdə yaza bilərsən. Məsələn, ola bilər bu sənə çətin gəlsin. 3D10 4S2 olmaqla cəmi neçə elektron var? Gəl lap bunu belə yazım sənin üçün. Burada nə qədər elektron var? 2 üstə 2, 4 üstə 6, 10 üstə 2, 12 üstə 6, 18 üstə 2, 20 üstə 10, 30. Düzdürmü? Sənə deyirlər ki, bu 3 elektron verəndən sonra 30 elektron qalıb. Yaxşı, verməmişdən qabaq neçə olub? 33. Tartı getdi də, 33 olub da. İndi sənə deyirəm ki, 33-ün elektron konfigurasiyasını yaz. Belə yazmayacaqsan. Bəli. Belə yazmayacaqsan. Hə də, belə yazacaqsan da. Mən prosta bu variantı da indi ona görə verdim ki, hiss elədim ki, belə daha rahat oturarsın ona görə. 33. Sən buna görə yazanda görəcəksən ki, həqiqətən də qısa elektron formu 4s2, 4p3 ilə qurtarır, bəli. Və rahat bir şəkildə bunları toplasan, bu həm qrupu tapmış olursan, həm də valent elektronları tapmış olursan. Yaxşı. Bu qədər bəsdir. Yaxşı. Mən güvəni qrupa da seçməliyəm. Hə?